Xəbər verdiyimiz kimi əməkdar jurnalist Xoşqədəm Hidayət qızın atası Hidayət Baxşəliyev bugün vəfat edib. Məlumata görə teleaparıcı bu barədə Instagram hesabında paylaşım edib. O atasının dərddən xəstəlik tapdığını bildirib. Bu dünyadan bir kişi, adam kimi adam gəlib keçdi. Yurt həsrəti ilə qovruldu. Dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi. Mənimlə getmək istədi yurduna. Qırılmış qəlbim arzusunun reallaşmasına imkan vermədi. Bu fotoda yanında deyiləm deyə indi çox üzgünəm. Bağışla ata, məndən asılı olmayan səbəblərdən iki arzunu həyata keçirə bilmədim. Ürəyimdə böyük bir yara kimi qaldı. Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dayağım idin. Allahdan sonra tək sığındığım limanım idin. Bağışla, səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi deyə o paylaşımda qeyd edib. Bildirək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aparıcı həmçinin bir müddət əvvəl anası Ofeliya Baxşəliyevanı da itirib.